Ermənistanda Qarabağ kartı yenidən dövrəyə buraxılır. Məqsəd Paşinyanı sıxışdırmaq və revanşist planları canlandırmaqdır, həyata keçirməkdir falan. Mediada, Telegram kanallarında Azərbaycana aid kütləvi informasiya vasitələrində belə başlıqlar gəlib baxırdı. Amma xatırladım ki, martın 27-sində səhv etmirəmsə 26-sında Nikol Paşinyan parlament hökumətin icrası zamanı demişdi ki, mənə onsuz da 2020-ci ildən bəri müharibənin, 2-ci Qarabağ müharibəsinin uğusundan sonra Levon Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və s. bütün bunlar ittiham edirlər kapitulyasiyada təslim olmaqda Azərbaycana, uduzmaqda və s. Halbuki bu şəraiti özləri yaratmışlar, işğalçılığı da özləri edib, ərazi iddialarını da özləri edib, Ermənistanın dırnaqarası ordusunda püskürə qoyan özləridir və s. və onları bir divara yapışdıracağım. Hamısından Nikol Paşinyan belə demişdi. İndi bu küçələrə yığışanların da divara ya polis şöbələrinə yapışdırılmağı gözlənilir.